Baş sponsor Soundride, Lowell traktorları, xüsusi sponsorlar Patron tumları, Azərbaycanın kolası Buz Kola, Reva Hill Resort. Bax meydan, sənə dedim də, bugün mamam gil gəlir. Mamam da bilirsən ki, yaxşı yemək xoşlayandır, yaxşı yemək sevəndir. Həmişə bizə gəlmirkən, düzdür, gec-gec gəlir də, ona qəşəng qulluq eləməliyik. Hər şey pişirməliyik mama üçün. Çərləçəm, buna bax, hər şey aldı, ət yadımızdan çıxdı. Şu nə olsun ki, biz nə vaxt ət almışıq, Nisənin əti var da xardenlikdə. Mənə bax, kulokları ayırıb, qoyub dolmalıq ət, kiftəlik ət, bozbaşlıq ət, onların birini götürəcəyəm. Hansını götürəcəksən? Hansını? Dolmalığı. Onu qaralamışam neçə vaxt deyə. Deyirəm ki, mən görüb bəyəndiyim kimi keşke sən də görüb bəyənə biləydin, seçə biləydin. Sən mənə fəxr eləməkdir, mucukan tarvasısan. Mənə bax, mama cüccələndə heç onlar üçün əla yemək pişirərsən. Mən də bir dənə çələxo vuraram o üçün. Şibəsli görünmə, şalaxo vurar. Mənim mamam sənsin gəl burada şalaxo oynayandı. Gel nağarıma çillə vur. Görmə, mamamı nə günə qoyub bu ye. Ağıc, yağ yaddan çıxıb almamışıq. Kim deyir ki, yaddan çıxıb? Xeyr, mənim heç vaxt yağ yadımdan çıxmaz. Buna bax. Buna bax, patron yağı almışam. Mamam sevir təbii yağla pişən yeməklər yeməyi. Ona görə də mamam üçün patrondan yemək pişirəcəm, yeyəcəm. Sağ ol səni. Mənim anam cüccələndə niyə belə canfəçanlıq eləmirsən? Mən sən mamongil gələndə də canfəçanlıq eləyirəm. İntası mamongildən sonra laf çox eləyirəm. Gəl bəri, gəl bəri. Dolma dedin, yaxşı, kələm dolması. Ver, əli vermə.Əcə bir yerdə qasaq. Əcə bir yerdə qasaq da. Bir dənə əlimi dodaqlarıma vura bilsəydin. Çox gözəlsən. Gəl suya bir yerdə girək, üzək bir yerdə. Necə gözəlsən, sən. Ağ gəlinlik geymisən, elədir. Çox gözəlsən, sən. Necə gözəl qaçışın var. Kaçma gel. Sen benim ürəyimsən. Münasip. Benim ürəyimsən sen. Münasip. Kalktı, nəqdi. Az ne oldu yine? Hadi. Az ürəyim düştü. Ne olur? Sen bana yuxuda xəyanət edirsən? Yuxuda kimlə görüşmüşdün? Hadi yuxuda xəyanət eləyən mən həyatda deliyərim. Az boy bir özüme gelin bir dakika deyim. Görüm kimlə xəyanət edirdin mənə? Kız, yuxuda qazı görmüşdüm. O ağ qazı. İmkan vermədim ki. Bir soxum sən boy. Mənim kimi kadını qoyub, sən məni qaza dəyişirsən, hə? Kız, yaxşı az danış. Sinən görüm yeməyi nə gətirmisən? Yeməyə heç nə. Ne oldu yine? Yeməyə nə gətirmisən? Dava gedirik bazarlığa, axşam anan günü gələcək. Onda o qazı kəsək də. Yeydi o qazı. Hadi gizləmə, mənim bir pisirik işim var. Dava tələsən, dava gedirik. Ya, min dava. Ya diyan aynısı, diyan da. Başıma oynatırsan. Bezmişəm. Aynısı. Ver əli, ver. Hadi əlini. Gel buraya, gel aynısı. Gel. Bəs də day. Peşman edəcəm mən. Peşman edəcəm. Seç sumkabı biraz ver. Seveceğim canı tut elimden çın. Gede yüzü küleye çın. Gede yüzü küleye çın. Qoy getirəm. Bura qalxa bilmirəm də, bura qalxa bilmirəm. Başım partlamışdı. Bu ne?
Bu Seni nədir? gelimken Az bir- tut elimden Ay kız, ya neyirsən? Küləyə kül. Ay qız Canaz, bir dəqiqə saxla, nə edirsən? Nə olub, ha? Yığışdır buraları, özüm süfrə açacağım, anam gəlir. Ha. O nə deməkdir? Bəs mənim mamam gəlmir bəyəm bura. Mənim də mamam gəlir də. Mən də mamam üçün süfrə açmışam da. O nə deməkdir ki? Nə vaxt sizin eviniz olar, onda süfrə açarsan. Bura bizim evdir. Dava, yığışdır, yığışdır. Ay qay qanağını tavada yandıran. Sən yemək bişirə bilirsən ki, mamın da qonaq gəlir bura. Ay, yazıq. Nə yeyəcək? Nə yeyəcək? Az nə var az, gör sən yemək bişirə bilirsən. Nə- Gör bu dolmaları sən bişirmisən. Nə bişirmirəm? Nə də, hə, bişirtdirmisən də hardasa da. Niyə? Qəşəng də çıxıb, sapla xırda-xırda düzdüm, qəşəng. Qoydum qazana. Az bu dolmanın içindəki ətlər mənim ətimdir. Girib marazinkada oğurluq eləmişsən, ay ət oğrusu. Mənim deyə bunları. Sən niyə ət oğrusu? Mən sənin ətini neynirəm ha? Neynirəm sənin ətini? Meydan işləyib, qazanıb, gedib buradan mal əti almışıq, pişirmişəm ki. Doğrudan pul verib ət almısın. Bəs nə vermişik, nə vermişik, bəs nə vermişik? Az, bütün kətsizdən də. Az ged az, bildin? Mənə bax, pişirdiyim elə məni soxuşdurur. Hə, mən bilməm nə var nə yox. Özə mənə bax, siz heç bax, pul verib ət almamısınız. Az bu market var ya kənddəki. Orada 2 dənə hissə dəftəri var. Biri bütün kəndin, o birisi dəftəri sizin. Bildin? Davada yığışdan anam gələcək, davay. Az bilirsən nə var, qulaq az. Belə də ki, bizim süfrəmiz açıqdır. Mamın gəlsin burada yesin, içsin, çıxsın, geçsin. Nə? Mənim anam sən pişirdiyin yeməklərdən yeyəcək, onu görməyəcəksən az. Səni tanımıram, ölmüşdü xan kişi, bütün yeməklərə cadu qatırsan, cadu filti. Anamı da gizdirmək istəyirsən. Vay, az buna bax, 2 ayağım bir başmağa dırrayıb ki, mənim anam bura gəlməsin. Dırrıb, o nə da? Dırrayıb ki, 2 ayağım bir başmağa dırrayıb ki. Dirəşib ki onları. Dırrayıb da, nə deyirlər ona? Başımı danışa da bilmirik. Az sən dolma bişirə bilirsən. Sən dolma mən bilirəm də. 300 qram ət olacaq. 3 dənə soğan olacaq. Canım səhətin 3 dənə göy görtü olacaq. 100 qram da cadu piti. Cadu piti dırrayacaq ora. Yalansa səni ilan vursun, bu günə tapşırmışam. Mən də səni gecəyə tapım. Gecənin yorğun vaxtı. Hangisi? Əfruş, qulaq as. Əfruş, Cüzün anası gəlmişdi. Nəsə sözləri çəp düşdü, dalaşdılar. Polis tutdu apardı. Mama getdi. Kim? Polis? Ha yazıq mama. Hara apardılar? Zülmünə. Mamanı polis aparıb. Sənə görə oldu da. Sənə ona görə oldu da. Vay mamanı Mama polis getdi. aparıb. Mama getdi 15 ay canım ay mama. Mamanı Bir polis gündür, 2 aparıb. gündür. 15 gün mamasız dünya. Neredesin ay? Ana qədri bilən olur. Qocalıb. Öylələr. Anam qocalıb. Abi, tamam, Xəyala dalıb. Mən başımı itirdim. Gel, gel, aç, Anam qocalıb. Aç. Xəyala dalıb. Deyirəm kel. Gördün? Pulsuz taksi ilə gəldik. Nə? Pulsuz gəlmədi. O qədər lazımsız şeirlərimdən dedin ki, şoför bezdi, bizi düşürtdü aşağı. Ay da benim öldürür, neyniyim mən? Uf. Öldürər də. 100 dəfə demişəm sənə ki, vəzifəli şəxslərini az görüş. Gedirsən onların qabağında o qədər əyilirsən ki, belin də düzəlmir. Ay qız mən neyniyim özümdən aslı deyildən. Kostyumda adamlar görəndə avtomatik əyilirəm də qabaqlarında da. Birdən hamısı məlum olar da. Ha, kostyum deyirlər axı, hənkələr hamısı. Sonra mənim şeirim var, əyilməz qürurum. Onu da dedim onlara, xoşlarına gəldi. Məni çəkdi qırağa bir nəfər, bilirsən kim? Şahin müəllim var, Şahin müəllim. Dedi sabah mənim məclisimdə gələrsən, mənim məclisimdə şeir deyərsən. Ay da beləm. Gecədi həkimə. Ay qız yox, həkim də lazımdır. Mənim atam elə püskünə qoyan həkimlər oldu da. Aton dalaşmışdı həkimlə, ona görə onun psikinə qoydular. Dur nə deyirəm, bizdə bir dənə dərman var. Ağ dərman, 60 ildir biz onu içirik. O bizim belə ən yaxşı həkimimizdir. Sərəm onu, gəl. Mən bilirəm səni hara aparmaq lazımdır, bəlkə birinci ora gedək. Hara? Elə gəl sən də məşq elə. Ya bilmirəm, belim ağrıyır. Gel bura. Buna bak. Buna bak balaca teşeka. Gördün de meşk eləyib. Gəbəri sən də bura gəl. Buna bak. Tank əleyhinə mina.
Doğrudan. Görsən nə oyun çıxardır? Hamısı teşekkürdir bunlar. Keçin oturun yerinizdə. Sən də məşq elə. Məşq eləmirsən gör nə düşmüsən. Ya bilmirəm. Başa düşmüşsən, belim ağrıyır. Uşaqlar dairə formasında oturun. Hələ məşqimiz davam edəcək. Görün bax çaqqal nə demək istəyir, nə eləmək istəyir. Nə deyirsən? Ya bilmirəm, belim ağrıyır da. Corbacol oğlu, corbacol. Nə dedi? Hə? Təbim gəldi. Corbacol oğlu, corbacol. Onu kimə deyirsən? Təbim gəldi. Qulaq asda gəldi o deyim. Corbacol oğlu, corbacol. Ahdimi aydın. Belim... Yadımdan çıxdı ya, inansan. Ki sən narahat olmadı, ay baxşiş. Sən məşq elə, günü bugün məşq elə, sabahdan erkək toz kuşu kimi gəzəcəksən, belə deyim. Gör nə deyirəm, mən uşaqların yanında ayıbdır. Mənə qulaq as. Sabaha kimi mənim belimi düzətsin. Ha. Bax, mənim burada bir dənə kitabım var. Görürsən, bax kitabdır. Burada qiymətli şeirlər var. Bax, bütün rayonun şairlərinin də şeirləri var burada topulan. Bəli. Mənimki də var. Bax, bu kitabı sənə hədiyyə edəcəm. Baxım kitaba, baxım. Nəyə baxırsan? Kitaba baxım. Diyan, gör nə oyun çıxartdım. Bu nədir? Bax, parmağım çıxdı burada. Deşdim sənin kitabı bu. Gördün nə günə qoydum kitabı. Vay, kitabı. Parmağıma bax. Gör nə deyə, qışqırdım uşaqların yanında məni. O kitabda bir səndə şeirlər var idi. Peki nə edirəm mən sən bu deşilmiş kitabı bu? Mən sənin qızımı oğlumu almaq istəyirəm. Ancaq dərdim sənin budur. Yox, o kitab mənim ayda, nəfəsimdir, canımdır. Gör nə deyə, əməlli başlı, deşi yaşdır. Qılazok oldu kitabı. Vay. Ay bir düzəltdirərəm bunu, düzəltdirərəm. Əşi sən narahat olma da, Quda mən səni sağaldırdım. Əşi sən masbatdır bu oğlan. Dur qoşul uşaqlara. Uşaqlar qalx onu yağa. Oradan. Qoşul davanlara getdin. Neyini? Qaç. Gör nə inirlər də qaç. Narahat olma qalx. Şair qalx yaxşısan. Qalxa bilmirəm. Qalx düzəltdim səni qalx. Baxın, əlimizdə baxın. Qalx. Hadi. Yaxşısan maşallah. Qadan bay öldü ki bu. Yox. Nə oldu ye sənə? Sevgi, eşitdim bəxşiş qardaş sala gəlib. O da. Niyə bu gündədir? Ki nə bilim biraz məşq elədi. Elə düşdü bu hala mənə bax. Elə nə qədər bu haldadır ki qızı istəyək bundan da. Yaxşı. Bəxşiş qardaş, Bəxşiş qardaş. sabah oğlumuz gəlir. Xoşunuza gələcək, canlı görəcəksiniz. Həm də qızımızla tanış olar. Sözün qısası bir qız, bir oğlanındır. Ay bəxşiş, bir dəmir, bir maqnetindir. Qız ağacı, qoz ağacı. Qız qalar, qızıla dönər. Gəlmişik sizin qızı istəməyə. Nə deyirsən? Bu laf keçindi ki. Nə oldu ona? Niyə bu günə düşdü? Ki mən bilirəm, susmaq razılıq əlamətidir. Ona görə susub. Vəssalam aldıq qızı, problem yox. Ay, Bəxşiş, nə oldu sənə? Ay Bəxşiş, neynədiniz mənim dağ boy dərimə? Neynəmişsiniz siz ana? Ay, mənim 2 metrim yerim. Əşinə rahat ol. Ağlam ərviz qızı oğlumuza verdi. Ay sağ ol, hə. Ay kişi durağa. Heç ne, razılaşdı. Aramızda düzəldi Ayquda. Düz demirəm Bəxşiş qardaş? Ay Bəxşiş, gözlərini də yumdu ya, neynədiniz ona? Ki bu sevinç göz yummağı da razılıq verdi də əsas odur. Ay Bəxşiş. Ki razılıq verdi, ver əlimi bura. Sən də bazı 5 ver, gözlərin aydın olsun. Ne oğlum kalktım şey bip. Elba, Ne oğlum? hara gedirsən? Ha? Hara gedirsən? Ama fikirləşirəm. Deyirəm dünənləri bir dənə yuxu görmüşəm. Yuxuda görürəm ki toyduyam. Solda da olmayan şey yoxdur. Səhərə kimi yeyib içdim.
Yuxu idi də. İndi gedirəm təzədən yatım, onun dalını davam edeyim də. Adana yatmaq. Yatmaq nədir? Gəl səni düzəldim Sandrayda. Hə. İşdə də burada da. Ayda 1000 manat maaş, 300 manat da bonus verirlər. O toyda gördüklərim var ha. Hə. Onlara hər gün eləyəcəksən, hər gün yeyib içəcəksən. Doğrudan deyirsən. Həri. İndi bu yuxu deyil danışdığımız. Sandrayda real deyə yuxu nədir? Doğrudan. Olmadı ki. Gedəydə onda Otur. mən aparıram tanış. Hə. Dəqiq yuxu deyil də bu, hə? Olmadı ki. 300 manat bonus bilsən nə deməkdir? Baş sponsor Soundtrite. Münasib. Aycan. Deyirəm, heç olmasa biraz da mənə vaxt ayır. Nə bilim, mənə diqqət yetir. Babulovo traktor göstərdiyin qayğıdan 1%-ni də mənə göstərdə. Qutar da bu qısqanclığı da. Ay qız, bu lovol olmasaydı, sənin dədən səni mənə vermədi. Bəs bu söhbətləri yığışdır sən. O imkan ver çayım içimdə. Düz deyirsən. Papağın şərti odur ki, lovol olmayan oğlana mən qız vermərəm. Adam məni bilirsən kimlər istəyirdi? Bilirdim də kimlər istəyirdi sən. Bax bu lovola görə. Bəs nə? Komfort istəyirsən, lovol. Sürət istəyirsən, lovol. Münasib leasing istəyirsən, lovol. Hələ darıxma, bir-iki həftə bunun birini də alacam. Doğrudan. Daha çox pul qazanmaq üçün. Az ya, ikinci səfər evlənmək istəyirəm. Gizləmə də. Bildin? Az zarafat eləyirəm. Baş sponsor Lovell traktorları. Hanış. Hə. Hanış. Hə. Bilsən nə almışam? Yox, mən içməyəcəm. Ben indən deyirəm. Yox. Demirəm içəyə, gör nə almışam. Ona bax, soyuq sıxım, patron yağı. Ləzzət edir də buram şey yeməklə. Mələkə də həmişə mən bundan aldırır. Eşidirsən? Hə. Bununla sən də yeməklər pişirmək olur. Tavanı götürsən, qoysan qaza. Bax, Yağı da... tava qızdırırsan, patron yağından çəkirsən tavaya. Kartofu xırda-xırda doğrayırsan, cız, qıpqırmızı pişir. Sonra kələm turşusu ilə vurursan bədənə. Uf, sən nə gedir? Ya bunu verir sənə, apar ver mələkə var. Afarım da sağ ol. Bu patron yağı ilə pişən yeməklər pişən necədir? Ay. Bax, Messi ilə Suarez kimi, nə bilim, Xavi ilə Iniesta kimi. Ay, sağ ol, düz, apar ver gəl. Sındırarsan, apar. Apar ver gəl. Xüsusi sponsor Patron tumları. Eşidirsən? Hə. Evlat? Bu markete biz 3 dəfə girmişik. Bu 5 manatı qəbul eləməyib. Hə, yadındadır. Bu rəqqasən sinəsinə də bunu qoyduq. O da qəbul eləmədi. Bütün ölkə, bütün Bakı bu 5 manatı tanıyır. Şimdi bildim de sen narahat olma da. Kalbasa doğrattıraq, arağı açaq, süzək, ondan sonra pulu ver də. İş işten keçəcək, o da götürəcək də məcburdur. Yenə araq, bəlkə bugün içməyək. Araqolog Elvar'ın bir dənə məşhur sözü var. Deyirəm ki, araq içmədiyim gün mənim öldüyüm gündür. Narahat olma, arvatdan da qorxma, həyata bir dəfə gəlirsən. Arvatdan niyə qorxsan? Gəl. Nə bilim. Qorxma, ürəkli ol, gəl Yaxşı, mənim. gəl, də girək içəri. Gözlə. Gəl. Salam. Bayindən deyirəm. Salam meleykim. Əleykum salam. Toma xanım tapşırıb. Bəli. Sizə nisye araq verdi yoxdur ya. Nisiyə vermə də, qardaş, pulla alırıq da. Səndən nisiyə istəyən oldu. Bizə bir dənə yaxşı araq ver. İntazım biraz ucuz olsun. Ucuz olsun. Ucuz olsun, bəli. Ucuz araq. Hə, varımdır. Amma vaxtından 7 gün keçib. Nə olar ki? Yox, nə demək? Mənim Wi-Fi-min vaxtından 10 gün keçib, heç mən darıxmıram. Kreditimin vaxtından 2-ci ayda gəlib üstbəüz keçib, heç darıxmıram. Deyirsən indi ona görə darıxacam. Yox, elə şey yoxdur. Ver, Mən istəmirəm. Yox, mən qorxuram. Zəhərlənərəm araqdan. Mənə bax, kalbası da verim sizin üçün. Hə. Doğrayım qəşəng onu. Doğra, amma kalbasanı elə doğra ki, elə bir ki, bax, Mbappé ilə Arda Gülər bir-birinin yanında olurlar, necə yaraşırlar bir-birlərinə. Bax, elə doğra. Mənim içməyənimə bax da. Misal elə, qəşəng tomatlı o balıq var, skumbiriya. Ondan da ver. Qəşəng buna bax, təndir çörəyin ki, batırırsan o tomadına. Ha, sağ ol. Ölürəm də o içində. Ondan da ver. Yaxşı, mənə bax, bu kalbasa bu qədər bəsdir. Biraz böyük elə. Birdən deyək içkili olaraq əlimizdən düşər də, bu ehtiyatımız olsun. Mən Ceyri pomidoru da versin. Hə, Ceyri də ver. O Tom Ceyri'dəki Tom düşür, Ceyri'nin dalıca. Bir ömür düşərəm də bu Ceyri pomidorun dalınca. Ay sağ ol. Başqa nə olacaq? Başqa 2 dənə buz kola ver, milli kolamızdan. Hə, buz kola ver. Deyir, buradadır. Ölürəm də monsunda. Qəşəngdir, Onu da ver. Hər gün içirəm, səhər axşam. Ay Sizin sağ ol. araqlıq. Bizdə nə qədər elədi? Sizdə deməli 2 dənə buz kola, araq, çeyri pomidor, 17 manat 90 qəpik. Nə deyəm? Gələ. Üstündə rumka gəzirirsən? Çoxdan, lap çoxdandan, mənim adaptırım evdə qalanda 10 dərəcə gelmirəm. Amma rumkam evdə qalanda 10 dərəcə qaçıram, bax.
bax belə. Necə? Bax belə sürətliyə. Amma bu mənim yoldaşımın cehizliyidir. Elə Brumkaya görə evlənmişəm, o oynan. Canım. Cehiz, Məlikə bilsə ki, mən o rumkası ilə vururam ha. Məni 2 dəfə döyər. Ay yox, qorxma, ver o mənə. Ver o. Nəyi? Bunu ver, gəlmə. Gələ. Bir yan bunu tut, bunu tut. Ay, sağ deyən. Bir dəqiqə tələsmədən, nə olub, burada yox, nə olub ki? Məsələn, bir bura. Vur, qorxma. Ha, kainat bu dəqiqə sən vurmağın üçün hər şey eləyir. Mən kimi adamı çıxardım sənin qabağıma. Ürəkli ol, qorxma, vur. Vur gedək. Sağ ol qardaş. Oy lələ. Sən də getdi belə, uf. Hə qardaşım, sən belə elə. Ay. Arağın pulunu çıx. Qalanı da yaz Toma xanımın ayağına. Yaz Toma anladım. Yəni arağı nəqd veririk. Nəqd? Hanı o mənim pulum? Gələ. Toma xanım verir. Gözü getdi. Axır ki bu beşliyi hərriyib soxuşdurdunuz da mənə. Bax bu var ha. Bax bu. Bizim məhəllədə buna deyirlər. Əl balka. Yəni 50 ayaq üstə vurdum getdim. Bir dənə kapota bax. Bu dəqiqə mən bu kapotu bax bu halda qalinvaginə dəyişmərəm. Hala kapotda da nələr yoxdur. Hər şey var. Restorandakı 40 manatlıq menyu var ha. Ona dəyişmərəm bax. Doğrudan. Canımsın deyəm. Buna bax. Götür bırak. Bir tez bırax, kimsə gələr görər, tez ol. Hələ qorxma kişi, qorxan gözü köp düşər. Bir dənə bu skumbiriya balığına bax. Söhbət eləyir, balıq adamdan söhbət eləyir. Hə, düz. Adamın 3 dənə arzusunu yerinə yetirər bu. Bunu bax bu dəqiqə bu skumbiriyanı qızıl balığa dəyişmərəm. Eşi tez ol, tez bırax da. Hala bir dəqiqə gəlində sağlıqsız vurmaq olar. Eşi məndə sağlıq. Gəl bunu da vuraq. 600 manat maaş alıb. Girir dükana 100 manat araq borcunu bağlayır. Gəlir arvada deyir ki, bu ay bizə 500 manat verdilər. Deyən həmən o oğlanların sağlığına. Sağ ol. Qoy deyəndə birini də mən deyim də. Hadi tez oldu, ürəyim sıxıldı ki. 600 manat maaş alıb 700 manat kredit verənlərin sağlığına. Oy lələ, sağ ol. Buna bax, bir dənə, buna pomidor turşusuna bax, buna. Pomidor götürmüşəm. Pomidor qapısına gedir. Doğrudan. Tanır mısın? Kələmi vaxtında çıxardıblar ha, bankadan baba. Saatına kimi, dəqiqəsinə kimi. Mən sonra da nəyimiz yoxdur, buna bax. Allah deyir. Xiyar turşusu, kumbiriya, zeyli, kalbasa nə var? Dünya standartlarına uyğun doğrayıblar, lay. Bu var ha, bu pomidor var ha. Bunu bu dəqiqə heç nəyə dəyişmərəm. Canım mısın? Sən nədir bu? Heç nəyə. Kuzu var ha, kuzu. Bak bu kuzunun yablıskasıdır. Kuzunun yablıskası. Yablıskasıdır. Buna bax. Bunsuz da olmur Bu skola, bunu sorsan. Bə. Əla, adə. Salam aleyküm. Əleyhissalam. Salam. Bəs mənə deyirsiniz ki, gedirik yeməyə almağa, özünüz burada yeyib içirsiniz. Ha yox, Toma xanım, yox. Prosta mən dərman atıram. Həkim deyib ki, o tox qarnı atmalısan da. Hə, o atmayanda da mənim sinir sistemim pozulur. Ona görə yeyirik indi. Hə, bəs sənin nəyin pozulur? Mənim nəyim pozulur? Mən də dedim ki, heç də bu konserv asılmışkən mən də bir çörək batırım yeyeyim. Bəs bu rümka ilə nə içirsiniz? Buyurun. Bu buraya bir pomidor turşusu almışdı. Onun suyunu içirdik bundan. İçdi. Hə, yaxşı elədiniz. Baxma, deyirəm ki, bu rümka ilə deyil 50-50 dərman atarsınız, hə? Hə, dərman atırıq. Adə, ay pamazok baş. Mənə variant gəlirsən? Mamazok baş nədir? Mamazok demir, pamazok deyir. Hə, deyirəm ki, məni 30 il ərim alkaş olub. Başa düşdün, onunla yaşamışam. Bilirik. İndi sən bu variantları mənə gəlirsən. Hə də, özdə ki, gedib oradan, dükandan, nisiya mal götürmüsünüz. Heç olmasa başqa adla yazdırıydınız da mənim adıma. Hə, o bilmədik də, o bilməmişik. Hə, bilməmsən. Arağı nə? Sən niyə büzüşmüsən? Aç. Soyuq deyə. Aç əlləri ver. Deyə açdım, mən də yox. Sən də aç əlləri. Mən əllərim deyil. Aç da, aç əlləri. Açdım da əllərim. Qəzet oxuyurdum, Hə, nə qəşəng qəzetdir. Budur sənin qəzetin, hə? Budur sənin qəzetin, bax. Gəl, bu da sənin qəzetin, gördün? Sən neylədin Toma xanım? Canımı azar elədim. Sən o arağı sındırmadın, ne? Hə. Sən 2 dənə saf, gözəl insan, 2 gözəl atanın qəlbini sındırdın, ürəyini sındırdın. Əbi, sən o arağı sındırmaqla arağa qarşı hörmətsizlik eləmədin. Birbaşa bizə hörmətsizlik elədin. Bilsən nə var? Ümumiyyətlə, biz sizin evinizdə işləmək istəmirik. Ged özümə təzə usta tap. Heç cəhənnəmə işlə, heç işləmə. O arağın dibində axan o axırıncı damla var, sənin göz yaşların olsun, Toma xanım. Heç nə bilmirəm. Necə ki, bizim göz yaşlarımızın da axırı. Bu havada araq sındır Allah.
Dur da, dur qəşəng şiş götürmüşəm, hər şey götürmüşəm. Gedər dağlarda yeyib çək. Ha, nə oldu bunu üstünü korsan? Tökdüyün beton sat deyib. Bizim işimiz çətindir. Niyə? Söz deyəndə daş qoyanını söylürlər birinci. Nə bilim evdə içirik, yenə söylürlər. Marketə borcumuz olanda satçı tərəfdən söylürük. Nə bilim. Əşi yadında saxla. Bir idarəyə ki gedirsən sənədə pesat vurmağa, orada sən sənədə pesat vurmurlarsa, həmən idarənin daş qoyanına gedirsən. Bizə gedilmir ki. Bir də vaxtında yeyib içməyən usta, vaxtında heç vaxt işini görə bilməz. Nə bilim, bilmirəm. Buna bax. İstəmirəm. Nədir o elə? Buna bax. Buskola. Buskola. Saxla əlində. İç. O da yenə var. Bir sumka buskola götürmüşəm. Azərbaycanın öz kolası. İç. Deyirəm, milli kolamız varsa, onda milləndik dağlara. Milləndik. Səsə baxın. Xüsusi sponsor Azərbaycanın kolası Buz Kola. Qardaşım ölmür. Ala bunu. Get, kef elə, yaxşı? Sağ ol, sinifənlərin çox olsun. İsə çay gətirdin mənə. Ay, sağ ol, qoy içəcəm. Hadi bəs də, nə qədər ona pul verərlər? Alır səndən pula ha verir arvadına, arvad ha verir anasına. Bütün pulları yeyiblər, bəs də. Axırda sən bəyənmirlər. Harda dayda? Ay, Nisə. Kolumu bırak, acıtıyorsun. Ay, səndən tanış olduğum toy kasetinin lenti qırılardı. Ay qız, nə pul? Patron tumları istəyirdi, patron tumu vermişəm. Ona patron tumlarını verdi. Sən elə baxacaqdın ki, onunla çitləyəcəkdim qəşəng. Nöş verdin tumları ona. Ay qız, tək ki sən səsini kəs, patron tumu sənə qurban. Doğrudan. Qoyun bunu içdim, sonra serialda bir saxlayaram. Ölürəm ben bunun için. Xüsusi sponsor Patron Tumları. Xüsusi sponsor Reva Hill Resort. Hayır, ben diyeceğim canım. Benzin yoktu, ne sen eleyim, ne dinleyin. Evvellen eleydi ki, gedirdim ondan biletini okuruyordum, bundan kiletini okuruyordum. Terbiyele maşına tökürdük, çıkıp gelirdik. Benim rahmetli dedem, elə ondan bundan benzin okuruyor, Gürcistan'a gelip çıkmıştı. Sen deden de sen de. Ne diyorsun az? Demem sen benim dedemi söyleme. Neslimizde söylese adamların sana siyasını vermişim. Söyle onları, gene dedemi söylesen. Sen de şey bilirsen ki koyun satmağı giysen de benzin vur git. Ne alakası, ne məsləhət görsən? Heyvanlar da qalıb mələşə, ne tər eləyək? Ben ne bileyim ne terliyek. İtəliyə bilmərsən kəndin o başına kimi? Gel bir nəfər gəlini gözlə. Hadi benden alacağım. Bir dənə mənə 2 litre, 3 litre, 4 litre. Neçə kişisən ana? Kız çıxdı getdi, tanıyıram da mən onu. Bilsən kimdir o? Kim? Mış Məhərrəmin oğlu. Bilsən hansı? Olan. Evlərini çıxıblar dağın təpəsində tikiblər ki, bazara düşməyə gedəndə elə maşını belə xalastoy bırakırlar aşağı, nə var benzinləri getməsin. O mənə benzin verər. Nə tərinə, kimə deyin? Zülüm əlim gəlir. Ancaq Zülüm əlim laf əla, Zülüm əlim bahana adamdır. O benzini Bakıdan vurur. Onun benzini ilə nəyi var gedib qayda bilərik biz. O gəlsin. Niye sevinirsən Zülüm əlim gələndə biləcək ki sən o qoyunlarını aparırsan satmağa. Doğrudan? Mənə deyərəm ki, yas yerinə gedirik. Başı bir dənə qəşəng bur elə, özü bir sifəti öz ağlamsın elə. Kövrən biraz. Demədimi sənə ildırım vurub. Deyirəm biraz belə ağlamsın elə, ağlamsın. Aysa, keç otur maşına, keç otur gözlə. Keç otur, deyəm. Kaç çıxan mən bilməm, yeni. Şəftə. Burada neymişsən? Salam meləküm, Zülüm əlim, nə tərsiz? Soram. Hoş gördük. Etmə də deyirəm, xoşuma gəlmir də. Necəsiz, nə var, nə yox? Yaxşım, burada neymişsən? Nədir bu?
Zülüm əlim yaz yerinə gedirdi. Ha. Onun qonşuları yığmışam. Olsun. Yolun ortasında benzin qutardı. Ha. Hə, dedim benzin görüm kimdən alıram, nə ayıram. Yaz yerinə kim rəhmətə gedib ki? Qonşumuz. Qonşumuz. Bəli, Ha. tanımırsan. O təzə köçmüş deyə bizə köhnə Ay, şeydi. sağ ol. Hə. Qulaq as. Arvadların yığmışam maşına aparıram yata. Ay bildim bu maşınla arvadla yığmısan, yasa gedirsən. Ay qoyun aparmısan, adam aparırsan ha maşında. Yo yo, iminlə qoyun aparıram. Bu. Şu zarafa deyirəm, burada qoyun apararlar. Ha, Zülüm əlim. Deyir ölən kimdir? Tanımırsan da onu qonşular dedilər ki, sən arvadlarını bilmirsən, bir yerə düşəndə biraz belə söhbətçil olurlar da, istilər danışsınlar bir-birinə, dərdləşsinlər. Elə bunlar yığışdılar bura, burada dərdləşirlər özləri üçün. Dedim, gedimiz nətərdir, dedilər, əylan. Bu şey. Hə, burada elə benzin qutarı, sizdə benzin olmaz bir damcı. Benzin yox, bir dəqiqə. Nə olur? Nəsə qulağıma qoyun səsi gəldi. Maşında da oradan qoyun var. Yo, qoyun səsi gəldi. Arvad maşındadır, qamaqda oturub. Mən siqnalıma qoyun səsi qoymuşam axı. Hə, o basır. Dəymə. Hə, yox, bu qoyun səsi də ki, mən siqnalla qoyun səsini ayıramıram. Gicəm, boyan, bilmirəm. Canım sözülü mənim qoyun səsidir. Dəymət olmasa mənim ağzımın qırağı yaradı. Özüm oradan çəkərdim. Bir damcı mənim üçün oradan şunaqla ölüm benzin çəkin də. Hə, yaxşı ayıb da, abrın hayın olsun ha. Mən boyda, dağ boyda Zülüm müəllim əyilib ağzıyla benzin çəkdi şılaqdan. Ha, nə olar ki, mən eləyə bilirəm, sən eləyə bilirsən. Bir dənə benzin çək də. Aa, utan ha, ayıb da, bəs də. Səndən sadəcə benzin istədim. Səndən benzin istədim. Ha, yaxşı, ayıb. Yemələm, o məməni də eləyəmələm. Bir damcı benzin. Yox, qulağıma. İstədim də benzin. Ha, qoyun Əşi, yox, narahat olma, heç Ha, kim bu yox. qoyun da. Əşi, qoyun zad yoxdur, deyirəm ya, aman ver, yoxdur, qoyun zad yoxdur burada. Yoxdur, hani qoyun var, gördün? Çək. Ha, yox, qoyunun iyi də gəlir. Nədən ha, burada qoyun var. Əşi, indi də, indi içəridə bir dənə yaşlı arvad var. Olub da, indi bilməyim. Ha, yaxşı mən uşağım, ha, iyi gəlir. Əşi, yoxdur da deyirəm, yaşlı arvad var içəridə. Baharı gənə baxarsan içəridə. Sanki də deyirəm, yoxdur. Yoxdur, hanki yaşlı. Dirəşib, Nə olur? Salam. Bağışlayın, bilmirəm necə soruşum. Benzinim bitib, qırmızı işıq yanır. Yolda qalmaqdan qorxuram. Sizdə benzin olmaz? Biraz. Xanım. Belə ürəyin nə tər istəyirsən soruş. Benzin nöş olmaz. Biraz nədir? Litrlə, tonla. Hə, bütün zapravkalarım qurbandır sənə. Olmadı ki, əsas bir şey deyim sizə. Şılangım var. Məndə var, verin. Heç özümü təqdim eləmədimi? Mənim adım Zülüm müəllimdir. Belə özüm biznesmenəm də, hə. Nə bilim, firmalarım var, hər bir şeyim var demək olar ki. İşçilərim var. Bu ər-arabət var, bunlar da mənim işçilərimdir. Həm də deyəsən taksi sürürsən. Taksi, belə maşınlarım çoxdur. Alıb vermişəm Sandura şirkətinə, pul qazanıram da. Qısati, birdən dostun, tanışın, qohumun, əqrəbin olsa, denən düzəldim onları da Sandura şirkətində işləsinlər. Burada sürücülər çox dəyərlidir. Aktiv sürücülər 300 manata kimi bonus qazanırlar. Hə, Sandura. Qırğındır, qırğın. Nə deyirəm? Yəqin Bakıdan gəlmisiniz də, hə, qonaqsınız. Bakıda yaşayıram, amma indi bura qonaq gəlmişəm. Hə, istəsəz kənddə sizi bir yer eləyə bilərəm, qonaq eləyə bilərəm. Çox sağ olun. Bu qədər bəsdir. Yola çıxım, orada vuracam. Çox sağ olun. Axıra kimi eləmədim. Çox sağ olun. Yox. Buna gel tez ol ne? Kiminse oğlundan eşi oğlan değilim ki. Yavaş boğularsın. Tez ol. Ne oldu boğuldun ki? Boğulmadı be. Düz deyirsən. Zülüm əlimin benzini də bahalıdır. Yolun qırağındakı o bayınlı kamazların dadını vermir. Bir başqa aləmdir. Psyo. Hər şey hazırdır. Deyirəm, Bakıda hansı tərəfdə qalırsınız? Yoxsa Masazırda qalırsınız? Orada bir park var, hə? Oralarda qalmışsınız? Deyirəm, valla sən də bir dənə benzin vermişsən, ömrümü günümü xarab elədin. Bəsdir də. Xanım, mən nə dedim ki, mən yaxşılıqdan başqa nə istədim ki, xanım? Papağımın dimdiyi. Ayıb da bu nə də? Ne oldu Zülüm əlim, nə deyirdiniz qıza?
Ha, heç nə, nömrə istədi məndən vermədin. Nə? Hay. Ha, bu qoyun səsi 100% burada da, bundan gəlir ha. Yox, yox, oradan gəlmir. Ha, dayan, ha. Oradan gəlmir. Mən... Deyirəm də, mən qoyun səsini bilmirəm. Sən mənim qoyunlarıma. Saxla, bu nə də? Dayan, ha. Sən olasan, deyirəm də, mən qoyun səsi bilmirəm nətər olur. Nə oldu ha? Benzinim qutardı, hamısını qıza verdim axı. Bu nə də? Yaxşı şərtdə. Mən bilərəm neyniyərəm.